İndi isə Nail bəylə tanış olacağıq. Nail bəy bərbər sahəsi ilə məşğuldur. Nail bəy, zəhmət olmasa öz sahənizlə bağlı ətraflı məlumat verərdiniz? Hər birinizi salamlayıram. Bizim işimiz insanların görünməyən gözəlliklərini ortaya çıxartmaqdır. İnşallah hamınızı salonumuza dəvət edirəm. Gözləyirəm hamınızı. Şad olduq Nail bəy. Tədbirimizdə iştirakınızla bağlı təəssüratlarınızı bölüşərdiniz? Çox gözəl, yəni gözlədiyimdən daha gözəl oldu. Yəni çox super. Bizim üçün də çox xoşdur sizin tədbirimizdə iştirakınız. İşlərinizdə sizə uğurlar arzu edirik. Sağ olun, çox sağ olun. Hamınıza təşəkkür edirəm. Sağ olun. Peşəkar bərbər nominasyasında biz beləliklə qarşılayaq Nail Abdullayevi alqışlarınızla. Türkiye'de kişi ve kadın kuaförü aynı zamanda kosmetolog ixtisası üzrə təhsil almış Nail Bey hal-hazırda ölkəmizdə peşəkar fəaliyyət göstərir. Hoş gördük. Yəni Türkiye'de bu sahəyə, kuaför sahəsinə xüsusi diqqətlə yanaşılır. Orada olanları biz burada hələ ki edə bilmirik, həyata keçirə bilmirik. Amma olsa ne güzel. Çünkü orada tam olarak temizliğe xüsusi bir diqqət yetirilir. Ona doğru gedirik. Ona doğru gedirik. Uğurlarınız bol olsun. Gel mükafatınızı təqdim edək.